Salam əziz valideynlər və şagirdlər, mən sizlərə 3-cü sinif riyaziyyat dərsliyi üzərində tapşırıqların izahını verəcəm. 3 və daha çox ədədin toplanması. Öyrənmə materialına baxaq. 3 rəqəmli ədədi alt-alta toplamaq üçün ümumi qaydadan istifadə olunur. Bəzən təkliklərin yaxud onluqların cəmi 20 və ya daha böyük ola bilər. Bu halda 2 yeni onluq yaxud 2 yeni yüzlük yaranır. Məsələn, 258 üzərinə gəlib 419, üzərinə gəlirik 164-ü. 3 ədədi alt-alta toplayırıq, qaydaya uyğun olaraq təklikdən başlayıb hesablayırıq. Sonra isə onluqları toplayırıq. Təklik 8 üzərinə 9 gəlsək, 17 üzərinə 4 gəlsək, 21. 1 yazırıq, 2 yadda. 5 üzərinə 1 gəlsək, 6 üzərinə 6 gəlsək, 12, 2 də yadda 14. 4 yazırıq, 1 yadda. Sonra yüzlüyü toplayırıq. 2-nin üzərinə 4 gəlirik, 6. 1 əlavə edirik 7. Bir də yadda edəcək 8. Toplananların sayı deyil 3-dən çox olduqda yenə də cəm eyni qayda ilə toplanılır. Baxaq. 2-nin üzərinə 3 gəlsək 5, üzərinə 2 gəlsək 7. 1-in üzərinə 0 gəlsək 1, 5 əlavə etsək 6. 4-ün üzərinə 1 gələndedir 5. 4-ün üzərinə 1 gəlsək 5, üzərinə 3 gəlsək 8, 1-in üzərinə 2 gəlsək 3, üzərinə 4 gəlsək 7, 6-nın üzərinə 1 gələndedir 7. 4-ün üzərinə 6 gələndə 10, üzərinə 3 gəlsəkdir 13. 3 yazırıq 1 yadda. 2-nin üzərinə 4 gəlsək 6, üzərinə 2 gəlsək 8, 1 də yadda 9. 5-in üzərinə 3 gəlsək 8, 1 də yadda 9 edər. 7-nin üzərinə 5 gəlsək 12, üzərinə 8 gəlsək 20, 0 yazırıq 2 yadda. 2-nin üzərinə 3 gəlsək 5, üzərinə 3 gəlsək 8, 2 də yadda 10, 0 yazırıq 1 yadda. 1-in üzərinə 1 gəlsək 2, üzərinə 3 gəlsək 5, 1 də yadda 6 edəcək. 3-ün üzərinə 2 gəlirik 5, üzərinə 5 gəlirik 10, 0 yazırıq 1 yadda. 8-in üzərinə 6 gəlsək 14, üzərinə 7 gəlsək 21, 1 də yadda 22. 2 yazırıq 2 yadda, 3, 2 də yadda 5 etmiş olacaq. Baxaq növbəti tapşırıqlara. Cəmi tapın, hesablayaq. 0-ın üzərinə 4 gəlsək, 4 üzərinə 3 gəlsək 7, 4-ün üzərinə 1 gələndə 5, 5-in üzünü gətiririk yüzlüyün yerinə. 3-ün üzərinə 7 gəlsək 10, üzərinə 4 gəlsək 14, 4 yazırıq 1 yadda. 1-in üzərinə 3 gəlsək 4, 1 də yadda 5, 7-ni yazırıq cəmə. 3-ün üzərinə 6 gəlsək 9, üzərinə 4 gəlsək 13. 3 yazırıq 1 yadda. 1-in üzərinə 2 gəlsək 3. Üzərinə 2 gəlsək 5. 1 də yadda 6. 2-nin üzərinə 3 gəlsək edəcək 5. 3-ün üzərinə 7 gəlsək edir 10. Üzərinə 4 gəlsək 14. 4 yazırıq 1 yadda. 8-in üzərinə 4 gəlsək 12. Üzərinə 3 gəlsək 15. 1 də yadda 16. 6 yazırıq 1 yadda. 6-nın üzərinə 2 gəlsək 8. 1 də yadda 9 edər. 1-in üzərinə 6 gəlirik 7. Üzərinə 7 gəlsək 14. 4 yazırıq 1 yadda. 7-in üzərinə 9 gəlsək 16. Üzərinə 5 gəlsək 21. 1 də yadda 22. 2 yazırıq 2 yadda. 2-nin üzərinə 2 gəlsək 4. Üzərinə 1 də yadda 5. 2 gəlsək edəcək 7. 7-nin üzərinə 7 gəlsək edir 14. 9 gəlsək 23. 3 yazırıq 2 yadda. 5-in üzərinə 5 gəlsək 10. Üzərinə 8 gəlsək 18. 2 də yadda 20. 0 yazırıq 2 yadda. 4-ün üzərinə 1 gəlsək 5. 2 də yadda 7 edər. 6-nın üzərinə 9 gəlsək 15. Üzərinə 7 gəlsək 22. 2 yazırıq 2 yadda. 8-in üzərinə 8 gəlsək 16. Üzərinə 6 gəlsək 22. 2 də yadda 24 edər. 4 yazırıq 2 yadda. 1-in üzərinə 1 gəlsək 2. Üzərinə 3 gəlsək 5. 2 də yadda 7 edər. Davam edirik. 3-ün üzərinə 0 gələndə 3. 1 gəlsək 4. 4 əlavə etsək edəcək 8. 3-ün üzərinə 2. 5. 4 gəlsək edəcək 9. 2-nin üzərinə 1. 3. Üzərinə 5 gəlsək edəcək 8. 6-nın üzərinə 1. 7. Üzərinə 2. 9. Üzərinə də 4 gəlsək edəcək 13. 4-ün üzərinə 4 gəlsək 8. Üzərinə 3 gəlsək 11. Üzərinə 1 gəlsək 12. 2 yazırıq 1 yadda. 1-in üzərinə 2 gəlsək 3. Üzərinə 2 gəlsək 5. 1 də yadda 6. 3-ün üzərinə 1 gələndə edir 4.
3'ün üzərinə 5 gəlsək 8, 1 gəlsək 9, 9'un üzərinə 8 gəlsək edir 17. 7 yazırıq. 1 yadda. 4'ün üzərinə 1 gəlsək 5, üzərinə 3 gəlsək 8, üzərinə 6 gəlsək 14, bir də yadda 15 edəcək. 5 yazırıq. 1 yadda. 2'nin üzərinə 2 gəlsək 4, üzərinə 1 gəlsək 5, bir də yadda 6 edər. 8'in üzərinə 8 gəlsək 16, üzərinə 4 gəlsək 20, üzərinə 6 gəlsək 26. 6 yazırıq. 2 yadda. 4'ün üzərinə 5 gəlsək 9, üzərinə 3 gəlsək 12, üzərinə 2 gəlsək 14, 2 də yadda 16, 6 yazırıq. 1 yadda. 2'nin üzərinə 1 gəlsək 3, üzərinə 2 gəlsək 5, üzərinə 1 gəlsək 6, bir də yadda 7 etmiş olar. 1'in üzərinə 3 gəlsək 4, üzərinə 4 gəlsək 8, 2 əlavə etsək 10, 0 yazırıq. 1 yadda. 6'nın üzərinə 8 gəlsək 14, üzərinə 2 gəlsək 16, üzərinə 7 gəlsək 23, bir də yadda 24 edər. 4 yazırıq. 2 yadda. 2'nin üzərinə 3 gəlsək 5, 1 əlavə etsək 6, üzərinə 1 gəlsək 7, 2 də yadda 9 edəcək. 2'nin üzərinə 7 gəlsək 9, üzərinə 8 gəlsək 17, 17'nin üzərinə 5 gəlsək 22, 2 yazırıq. 2 yadda. 6'nın üzərinə 4 gəlsək 10, üzərinə 5 gəlsək 15, 15'in üzərinə 6 gəlsək 21, 2 də yadda 23 edər. 3 yazırıq. 2 yadda. 3'ün üstünə 1 gəlsək 4, üzərinə 1 gəlsək 5, üzərinə 2 gəlsək 9. Burada isə bircə dəqiqə. 3'ün üzərinə 1 gəlirik 4, üzərinə 1 gəlirik 5, üzərinə 2 gəlsək 7, 2 də yadda 9 edəcək. Devam edək. 3 və daha çox ədədi müxtəlif ardıcıllıqla topladıqda cəm dəyişmir. Bəzən toplananlar arasında cəm onluqlara və yüzlüklərə bərabər olan ədədlər olur. Bu halda əvvəlcə həmin ədədləri qruplaşdırmaqla toplamaq daha əlverişlidir. Baxın əziz şagirdlər, əlverişli yollardan biri nədir? 137'nin üzərinə 118 gəlib, üzərinə də 13 gəlib. Biz baxırıq ki, hansı iki ədədi öncə toplasaq, sonu sıfırla bitən ədəd alarıq. Onluq və yüzlüyə tamamlamış olarıq. Baxın, 137'nin təkliyi 7'dir, 13'ün təkliyi 3'dür. 7'nin üzərinə 3 gələndə 10 edir. Ona tamamlamış olduq. Doğrudurmu? Ona görə ilk öncə 137 ilə 13'ü toplayıb, edir 150 toplayıb. 150'nin üzərinə 118 gəlirik. Burada hesablamaq artıq rahatdır. 100 ilə 100'ün cəmi 200, 50'nin üzərinə 18 gəlsə 268 edər. Davam edirik. Həmçinin burada 4'ün üzərinə 70 gəlib, üzərinə 26, üzərinə 130 gəlib. Düşünürük ki, hansı ədədləri ilk öncə toplasaq onluğa və ya yüzlüyə tamamlamış olarıq. 4, baxın burada da təkliyimiz 6'dır. 4'ün üzərinə 6 gəldi, 10 edir. Ona görə təkliklərinə baxanda baxırıq ki, bu ilk ədədi ilk toplasaq onluğa tamamlamış olaraq. 4'dən 26'nın cəmi 30 edir. 70 ilə 130'un cəmi 200 edir. 200'ün üzərinə 30 gələndə edəcək 230. Cəmi əlverişli yolla tapın tapaq. Baxın, diqqət edirik. İlk öncə hansı toplamanı yerinə yetirsək bizə rahat olar. Burada təkliyimiz 4'dür. 4'ün üzərinə 5 gəlsək 9 edir. Amma 4'ün üzərinə 6 gəlsə 10 edər. Demək ki, bizə rahatdır ki, ilk öncə 54 ilə 6'nı toplayaq. Bərabərdir. Mötərizənin içində yazıram. 54 üstə gələk 6, üzərinə gəlirik 225'i. Bu da bərabərdir. 54'ün üzərinə 6 gəlsək 60, üzərinə də 225 gəlsək, 25'in üzərinə 60 gəlsək edəcək 85. Burada edəcək 285. Baxırıq digər misala. Hansını ilk öncə qruplaşdırsaq daha rahat olar? 3 təklik, 7 təklik. 3'ün üzərinə 7 gəlsək 10. 10'a tamamlamış olarıq, onluğa tamamlamış olarıq. Doğrudurmu? Ona görə də ilk öncə gəlin hesablama aparanda bu cür aparaq. Bərabərdir 600 üstə gələk, mötərizədə yazaq 23 üstə gələk 27. 600 üstə gələk 23'ün üzərinə 27 gəlsə edəcək 50. 600'ün üzərinə 50 gələndə edir 650.
Növbəti tapşırıqda baxırıq ki, hansını qruplaşdıraq? 320 ilə 480-i ilkin olaraq toplasaq daha rahat olar. 320-nin üzərinə 480 gəlirik, üzərinə gəlirik 97-ni. 320-nin üzərinə 480 gəlsə, 300 ilə 400-ün cəmi 700, 20 ilə 80-in cəmi 100. Yüzdəyə tamamlamış olduq. 300 ilə 400, 700, üzərinə də 100 gəlsək 800 edəcək. Üzərinə də 97 gəlsək edəcək 897. Baxaq, ilk öncə hansıları toplaya bilərik? 13 ilə 7-ni toplaya bilərik. 148 ilə 52-ni toplaya bilərik. Bərabər yazım, mötərəzidə hesablama aparaq. 13-ün üzərinə 7 gəlirik, üstə gələk. 148-in üzərinə 52 əlavə edirik. Bərabərdir. 13-ün üzərinə 7 gələndə 20, 148-in üzərinə 52 gəlsək, edəcək 200. 20-nin üzərinə 200 gələndə edir 220. Davam edək, məsələmizə baxaq. Məktəbin zalı 420 şagird tutur. Cədvəldə bu məktəbin ibtidai siniflərində oxuyan şagirdlərin sayı qeyd olunub. Bütün ibtidai sinif şagirdləri bu zala yerləşərmi? Baxın, əziz şagirdlər, məktəbin zalı 420 şagird tutur. Məktəbdə isə oxuyan ibtidai sinif şagirdlərinin sayı cədvəldə verilibdir. Bizə deyir, bütün bu uşaqlar zala yerləşərmi? Bu zala yerləşərmi? Gəlin, bu ədədləri toplayaq. 98-in üzərinə 114 gələk, üzərinə 106, üzərinə də 86 əlavə edək. Baxaq görək, məktəbin ibtidai sinifində cəmi neçə şagird oxuyur? 8-in üzərinə 4 gəlsək 12. Üzərinə 6 gəlsək 18, üzərinə 6 gəlsək edəcək 24. 4 yazırıq, 2 yadda. 9-un üzərinə 1 gəlsək 10, 0 gəlsək yenə də 10, 8 gəlsək 18, 2 də yadda 20. 0 yazırıq, yenə də 2 yadda. 1-in üzərinə 1 gəlsək 2, 2 də yadda edəcək 4. Məktəbdə cəmi neçə şagird, ibtidai sinif şagirdi oldu? 404 ibtidai sinif şagirdi oldu. Zalda isə zal neçə şagird tutur? 420 şagird tutur. Baxaq, 420 404-dən çoxdur. 404-dən böyükdür. Bizə deyir, bütün ibtidai sinif şagirdləri bu zala yerləşərmi? Bəli, yerləşər. Davam edək. Növbəti məsələmizə baxaq. Tikiş evində iyun ayında 234, iyul ayında 188 məktəbli geyimi tikildi. Avqust ayında tikilən geyimlərin sayı isə əvvəlki 2 ayda tikilən geyimlərin sayının cəminə bərabərdir. Tikiş evində yay aylarında cəmi neçə məktəbli geyimi tikildi? Gəlin baxaq, qeyd edək. Bizə deyir ki, iyun ayında 234 geyim. İyunda 234 geyim. İyul ayında 188 məktəbli geyimi. Avqust ayında isə tikilən geyimlərin sayı qədər, yəni o 2 ayda tikilən geyimlərin sayı qədər geyim tikilmişdir. Deyir, avqust ayında tikilən geyimlərin sayı isə əvvəlki 2 ayda tikilən geyimlərin sayının cəminə bərabərdir. Avqust ayını qeyd edək. Neçə geyim tikilibdir? 234 və 188-in cəminə bərabərdir. Toplasaq neçə edəcək? Gəlin alt-alta toplayaq. 234-ün üzərinə gəlirik 188-i. Avqust ayında tikilən geyimləri tapırıq. 4-ün üzərinə 8 gəlsə 12, 2 yazırıq. 1 yadda. 3-ün üzərinə 8 gəlsə 11, 1 də yadda 12, 2 yazırıq. 1 yadda. 2-nin üzərinə 1 gəlsə 3, 1 də yadda 4. Avqust ayında neçə geyim oldu? 422 geyim oldu. Bizə deyir, tikiş evində yay ərzində cəmi neçə tikiş tikilmişdir? 234 iyunda tikilib, 188 avqustda tikilibdir.
422 isə avqust ayında tikilibdir. 3 aya cəmi nə qədər edəcək? 4-ün üzərinə 8 gəlsək 12, üzərinə 2 gəlsək 14. 4 yazırıq bir yadda. 3-ün üzərinə 8 gəlsək 11, üzərinə 2 gəlsək 13, bir də yadda 14. 4 yazırıq bir yadda. 2-nin üzərinə 1 gəlsək 3, üzərinə 4 gəlsək 7, bir də yadda 8 etmiş olacaq. Cəmi 844 geyim tikilmişdir. 3 aya 844 məktəbli geyimi tikilmişdir. İzahlarımız bu qədər əziz şagirdlər. Növbəti izahlarda görüşərik. Hələlik.